Herkese selam. Kanalıma hoş geldiniz. Bugün sizlerle en asan ve sade üsulla necə gözəl badımcan ikrası hazırlamaq qaydasını bölüşürəm. Bunun için mən bağda yetiştirilmiş təbii badımcanlardan istifadə edəcəm. Təbii olaraq yetiştirilmiş badımcanın dadı bir başqa olur. Badımcanları dərdikdən sonra suda yaxşıca yuyuram. Badımcan ikrasının dadının gözəl olmasının səbəbi məncə ilə manqalda bişirilməsidir. Yaxşıca yuyulmuş və sapları təmizlənmiş badımcanlar manqalda bişirilir. Badımcanla yanaşı pomidoru da manqalda bişirirəm. Köz dadı badımcan ikrasına bir başqa ləzzət qatacaqdır. Təbii ki, siz bunları sobada da bişirə bilərsiniz. Ölçü olaraq mən 3 kiloqram badımcana 1 kiloqram yarım pomidor istifadə edirəm. Bu tip videolarımın davamlı gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənməyi və sevdiklərinizə paylaşmağı unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm. Badımcan və pomidorlar bişdikdən sonra soyuması üçün kənara qoyuruq. Soyub və doğradığımız soğanları ət maşınından keçiririk. İlk öncə soğanları yaxşıca qovuracaq. Ardıcılığımız bu şəkildədir. Mən əvvəlcə soğanın suyu çəkilənədək biraz yağsız qovururam. Daha sonra yağını əlavə edirəm. Mən seçim olaraq yaşıl biberdən istifadə etdim. Siz istəsəniz qırmızı biberdə istifadə edə bilərsiniz. Soğanı qarışdırıb suyu çəkildikdən sonra sarı rəng alanadək qovururam. Reseptin dəqiq ölçüsünü rəy bölməsində qeyd edəcəm. Biberi maşından keçirərkən göstərdiyim ölçüdə biraz da acı istiyot içərisinə əlavə edirəm. Soğanın acı suyu tam çəkildikdən sonra üzərinə biraz duz və biraz da duru yağ əlavə edib bişirirəm. Soğanlar qızıl rəng alanadək astaxodda yaxşıca qovrulur. Soğanlar qovrulduqdan sonra üzərinə çəkilmiş biberi əlavə edirəm. Biberini də əlavə etdikdən sonra qarışdırıram, amma tam suyunu çəkməyi gözləmədən. Mən yağın miqdarını əvvəlcə az istifadə edirəm, daha sonra digərlərini qovurduqca artırıram. Kökləri maşından keçirərkən içərisinə 3 diş sarımsaq da çəkirəm. İkra üçün lazım olan bütün məhsulları bu ardıcıllıqla maşından keçirirəm və qovururam. Keçirilmiş kökü də soğan və biber qarışımının üzərinə əlavə etdikdən sonra bir müddətdə kökün yumşalması üçün ən az 5-10 dəqiqə qovururam. Mənim miqdarım 3 kiloqram badımcan üçün nəzərdə tutulub. Açıqlamalar hissəsində hər birinin miqdarını qeyd edəcəm. Siz ona uyğun olaraq artıra, azalda bilərsiniz. Qovurulduqdan sonra soyulmuş badımcanları maşından keçirmədən, doğramadan içərisinə əlavə edirəm. Badımcanların öz suyuyla da birlikdə biraz qovurulduqdan sonra qaşıq yardımıyla bu formada əzirəm. Əgər tam alınma kimi ikra hazırlamaq istəyirsinizsə, onda badımcanları da maşından keçirə bilərsiniz. Amma bizdə hər kəs badımcanları biraz diri sevdiyi üçün sadəcə qaşıqla əzirəm. Ən sonda soyulmuş pomidorları da maşından keçirdikdən sonra ikranın üzərinə əlavə edirəm. Badımcanların öz şirəli sokunda biraz bişdikdən sonra pomidoru əlavə edirəm. Pomidoru da əlavə etdikdən sonra pomidorun suyunda badımcanlar tam bölünəcək. Pomidoru maşından keçirərkən içərisinə bir dəstə cəfəri də əlavə etdim. Tuzunu da əlavə etdikdən sonra ikranı bişməyə qoydum. Bu ikranı asanlıqla qışa saxlaya bilərsiniz. Çox dadlı və asan ikramımız artıq hazırdır. Öncədən steril etdiyimiz bankalara yığıb qışa saxlayırıq. Hazırlayan və bəyənən hər kəsə nuş olsun.